Səbəblərdən asılı olaraq devalvasiyanın açıq və ya gizli ola bilər. Açıq devalvasiya olduğu halda ölkənin Mərkəzi Bankı öz niyyətlərini rəsmən elan edir. Milli valyuta bir gün ərzində devalvasiyaya uğrayaraq onun dəyərinin kəskin aşağı düşür və valyuta dəyişmə məntəqələrində yeni məzənlər müəyyən edilir. Açıq devalvasiya çox vaxt pul islahatı ilə müşahidə olunur. Götürülmüş pullar yenilənir ilə dəyişilir. Götürülmüş pullar yeniləri ilə dəyişirlər. Lakin yeni məzənə ilə, məsələn, 1961-ci ildə SSR-də valyuta islahatına qədər Amerika dollarının rəsmi olaraq 4 rubl verilirdi. Gizli devalvasiya zamanı dövlət heç bir açıqlama vermir. Milli valyutanın digərlərinə nisbətən məzənəsi tədricən aşağı düşür. Bir tərəfdən belə bir proses yerli istehsalçılara dəyişən situasiyaya uyğunlaşmağa və idxala rəqabətə başlamağa imkan verir. Digər tərəfdən bu inflyasiyaya səbəb olur. Əhalinin həyat səviyyəsini pisləşdirir və ölkədən sərmayə axını ilə nəticələnir. Bundan əlavə, devalvasiyanın gizli növü qızıl valyuta ehtiyatlarının aktiv istifadə olunması nəzərdə tutur. Çünki Mərkəzi Bank məzənlərini süni şəkildə tənzimləməyə məcburdur.